Vanqanın 2026-cı il barədə dedikləri, Vanqanın 2026-cı il üçün dedikləri barədə ən çox yayılan iddialar bunlardır. Qeyd: Bunlar rəsmi mənbə deyil, Vanqaya aid edilən şərhlərdir. Dünya üzrə 2026-da dünyada böyük dəyişikliklər ili başlayır. Köhnə sistemlər zəifləyir. Bir neçə ölkədə iqtisadi sarsıntılar, amma paralel olaraq yeni güc mərkəzləri formalaşır. Texnologiya sürətlə irəliləyir, xüsusən enerji və tibb sahəsində gözlənilməz kəşflər olur. Siyasət və münaqişələr. Uzun sürən bir gərginlik 2026-da dönüş nöqtəsinə çatır. Bəzi ölkələr arasında münasibətlər kəskin dəyişir. Düşmən dost, dost rəqib ola bilər. Pul və rifah. 2026-cı il bir çox insan üçün pul qazanmaq üçün yeni dövrün başlanğıcıdır. Köhnə işlər deyil, yeni sahələr və fərqli düşüncə uğur gətirəcək. Risk alanlar qazanacaq, amma düşünülməmiş risk itki gətirəcək. İnsanlıq və ruhaniyyət. İnsanlar daha çox inanc, enerji və daxili gücə yönələcək. Kütləvi şəkildə həyat tərzini dəyişənlər çoxalacaq.